Salam, hər birinizi xoş gördük. Dəyər nəşrlərinin 19 oktyabr 2025-ci il tarixində keçirmiş olduğu sınaq 1 imtahanından 6-cı siniflərin ingilis dili suallarına baxaq. Vaxt baxımından sadəcə doğru cavabları qeyd edirəm, izahlarını verə bilməyəcəm. 56-cı sualda doğru variant olacaqdır B variantı. Qeyd edim ki, bu sınaq 6-cı siniflər üçündür. 57-də doğru cavab C olacaq. 58 C, 59'da A variantı, 60'da ise paylaşmaq. 61'də C, 62 D, 63 B, 64 A variantı, 65 deməli hangout olacaq burada. 66 A variantı, 67 B, 68 yine burada B olacaqdır. 69 D, 70 C variantı. Listening suallarının izahını şərhə yazacağım. Oradan yoxlaya bilərsiniz. Hazırda əlimdə yoxdur. Birazdan şərhə yerləşdirəcəm. 71-də A variantı. Bir dəqiqə nəyəsə səhv etdiysəm burada bir saniyə. 70-də cavab B olacaq. Sorry. Çünki to'dan istifadə olunan next var, next to olur, between to olmur. Ona görə 70'də B oldu. Bunu da buraya yazaq. 71 A dedik, 72 B, 73 D variantı, 74 C, 75 isə A variantı. Belə, əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.